Qida təhlükəsizliyi ilə bağlı növbəti yoxlama bu dəfə Xırdalanda aparılıb. Belə ki, mediada yayılmış məlumatlar əsasında agentliyin əməkdaşları Xırdalanda yerləşən Qardaş Company MMC-yə məxsus kənd təsərrüfatının satış bazarında plandan kənar yoxlama həyata keçirib. Bazarda məhsulların saxlanması və satış qaydalarının pozulduğu aşkarlanıb. Belə ki, bəzi toyuq və süd məhsullarının sənədsiz satıldığı məlum olub. Məhsullar uyğun temperaturda saxlanılmayıb, mal qonşuluğu qaydalarına əməl edilməyib. Həmçinin üzərində heç bir markalanması olmayan müxtəlif növ turşuların da alıcılara təklif edildiyi müəyyən edilib. Ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı tədbirlərin görülmədiyi də məlum olub. Yoxlama zamanı bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb. Nəticədə müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib, bazar isə nəzarətə götürülüb. Qeyd edək ki, bu cür nəzarət tədbirləri əhalinin sağlamlığının qorunması, istehlakçıların düzgün seçim etməsi üçün maarifləndirilməsi və təhlükəli məhsulların satışının qarşısının alınması məqsədi daşıyır.